Cruises.azın dəyərli dostları, müştəriləri Royal Caribbean Amerikan gəmi şirkətinə aid və ən böyük və ən yeni gəmisi Legend of the Seas gəmisindəyik və ümumiyyətlə Royal Caribbean gəmi şirkətinə aid gəmilərdə deməli Seapay işıq düşür, tam görmək olmur, amma Seapay adında bir maşınka var, belə deyək. Və bu Legenddə hemen qarşı tərəfdə bir buradan reception'dır və servisdir. Bu arada müntəzəm olaraq təhlükəsizlik qorunur. Ona görə əməkdaşlar həmişə burada öz yerlərindədir. Əgər bank kartınızı doldurmaq istəyirsinizsə, yəni əgər kredi kartını, bank kartını, debit veya kredi kartını gəmi kartına birləşdirməmisinizsə və gəldiyinizdə burada gəmi kartınıza pul əlavə eləmək istəyirsinizsə, onda gəlirsiniz, yaxınlaşırsınız bu aparatlara. Seapay adında aparatdır. Bundan həm reception'ın olduğu mərtəbədə var, həm də aşağı mərtəbədə kazinoda var. İki aparat aşağıdadır, bir aparat buradadır. Buraya gelip ya bu şekilde burada kartınızı okudursunuz ya da kartınızı daxil eləyərək istediğiniz miqdar pulu əlavə edirsiniz. Veya eğer tutaq ki bank kartınızda, Azərbaycan bank kartınızda pul var ve oradan nəqd pul əldə eləmək istəyirsinizsə, onda bu aparatdan istifadə edirsiniz. Beləcə, əgər əvvəldən gəmi kartınıza bank kartınızı bağlamamışsınızsa, onda buradan hərəkət edəcəksiniz. Bank kartınızdan pul çıxartmaq istəyirsinizsə və gəmidə kazinoda istifadə eləmək üzrə, çünki ancaq kazinoda nəqd pul işləyir, onda burada. Bir başqa məqam, əgər registrasiya vaxtı tutaq ki, elə bir kart daxil etmişsiniz ki, o kartda pul yoxdur, onda gəmidə isə nə isə alış-veriş eləmək istəyirsiniz, onda isə nə eləyirsiniz? Resepsiyona yaxınlaşırsınız və içində pul olan başqa bir, yeni bir bank kartınızı əlavə eləmək istədiyinizdə sizdən bank kartını fiziki olaraq istəyirlər. Yəni, siz ora gəlib deyə bilmirsiniz ki, mənim yəni təzədən əlavə eləmək istədiyim bank kartının nömrəsi budur. Bunu deyə bilmirsiniz. Bu səfər sizdən real o bank kartını istəyir ki, əmin olsun ki, bəli, bu neysə oğurluq deyil və ya problemli bir kart deyil. Ona görə də əgər hansısa kartı gəmidə istifadə eləmək üzrə gəmi kartına yeni bank kartınızı, Azərbaycan bank kartınızı bağlamaq istəsəniz, o bank kartını özünüzlə gətirin. Fiziki olarak özünüzlə gətirin ki, burada resepsiyonda sizə qulluq eləsinlər. Əks təqdirdə kartın nömrəsini verməyiniz onlar üçün heç bir şey ifadə eləməyəcək və verdiyiniz o nömrənin nə qədər real olduğunu yoxlamayacaqlar. Ona görə də mütləq təkrar eləyirəm. Əgər registrasiya vaxtı real içində pul olan Azərbaycan bank kartını bağlamamışsınızsa və deyirsinizsə ki, mən gəmidə olanda içində pul olan Azərbaycan bank kartını bağlayacağım, bax o kartı özünüzlə gətirin gəmiyə. Bax belə dostlar.